Üçüncü gün keçəcəyimiz nədir? Strateji düşünmə və planlama. Bu mərhələdə brendinizi qısa və uzun müddətli planlarla necə inkişaf etdirəcəyiniz onu dedik. Birinci ay nə edəcəksiniz, ikinci ay nə, üçüncü ay nə. Ondan sonra motivasiya sualı verəcəksiniz hər kəsə və özünüz də o suala cavab verəcəksiniz. Ondan sonra nümunə hekayə danışacaqsınız. Məsələn, tanınmış bir brendin strateji planı olmadan necə çətinlik çəkdiyini göstərin. Sonra planlı fəaliyyətin nəticəsini izah edin. Yəni ki, araşdırmalar edin. Araşdırmalar etdikdən sonra artıq ekran paylaşımı görünür. Aha. Araşdırmalar edin. Araşdırmalar etdikdən sonra insanlara təqdim edin. Yəni ki, o məlumatı səhifənizdə və yaxud da o yaratdığınız brenddə paylaşın. Ondan sonra brendin görünüşü və təqdimatı. Bu mərhələdə brendinizin vizual və üslub elementləri üzərində işləyəcək. Məsəl üçün, profil nə qoyulmalıdır, logo nə seçilməlidir, adı necə olmalıdır, rəng nə olmalıdır, hansı rənglərdən istifadə etməlisiniz, bu rəngi seçərkən nəyə uyğun seçməlisiniz, insanlar hansı rəngi seçəcək. Məsəl üçün, nümunə göstərim burada. Logo, rəng palitrası və sosial media vizuallarını uyğunlaşdırmaq. Hər iştirakçı öz brendi üçün qısa vizual plan hazırlayacaq. Yəni ki, məsəl üçün, özünüz sırf tamamən, məsəl üçün, printerə gedəndə bir şey çap elətdirmək istəyəndə siz deyirsiniz, rəngi bu olsun, ölçüsü bu olsun, filan uzunluqda olsun və yaxud paltar tikdirərkən, paltar seçərkən deyirsiniz, uzunluq bu olsun, eni bu olsun, uzunu bu olsun. Artıq siz onu seçdikdən sonra o insanda sizə uyğun və o insanda artıq sizin seçiminizə uyğun əşyaları təqdim etməyə başlayır. Və ondan sonra mini tapşırıqlar. Öz brendiniz üçün rəng, font və stil çeşitli və qısa izah verin. Məsəl üçün, siz niyə narıncı, tutaq ki, biriniz narıncını seçirsiniz, narıncını seçməyə niyə narıncını seçmişsiniz və niyə ağ-qara fonda seçmişsiniz, stil niyə, belə necə deyim, tutaq ki, müəllim təlim kursu açırsınız, akademiya açırsınız. Orada niyə bu təlimçi ayaq üstə danışır, izah edir, niyə oturuqlu izah etmir, niyə arxada lövhə var, dəftər yoxdur. Onların hər birini izahla, yazılı izahla izah edəcəksiniz. Ondan sonra motivasiya edici sual hazırlayacaqsınız və o suallara cavab verəcəksiniz. Yəni ki, sizin üslubunuz və görünüşünüz insanlarda hansı təsir bağışlamalıdır? Məsələn, elmi təsirmi, yəni təlimçi təsirmi, yoxsa moda, dizayner təsirmi, yəni təlimçimi, yoxsa hansısa bir marketinq sahəsi üzvümü? Yəni, burada mən bir çoxunun adını çəkmirəm, həddindən artıq çox sahə var deyə mən burada hər birinin adını sadalasam vaxtımız bitəcək, onun üçün qısa deyirəm. Təlim, tədrislə məşğul olan marketinqlər və məşğul olmayan marketinqlər. Ondan sonra nümunə hekayə danışacaqsınız. Məsəl üçün, birini mən burada qeyd etmişəm. Həyatda bir məhsulun vizual elementinin səbəbindən necə diqqət çəkdiyini və necə güclü brend yaratdığını göstərir. Məsəl üçün, vizual element dediyimiz nədir? Logodur, rəngdir, profilimizdir. Logo ayrı, bir də qoyacağımız profil ayrı. Onların bu tanıdacağınız məhsul haqqında nə cürə fikir bağışlayacağı, nə cürə fikir yaradacağını artıq bu seçdiyiniz əlamətlər bilindirəcək. Ondan sonra 5-ci gün nələr eləyəcəyik? Əlaqələr və şəbəkələr. Brend yalnız fərd olaraq deyil, həm də əlaqəli vasitələrini inkişaf etdirir. Praktik nümunə deyirik. Məsəl üçün, qrup tapşırığı 2 nəfər bir-birinin brendini gücləndirici ideyalar verir. Yəni ki, məsəl üçün, sizin seçəcəyiniz brendin, məhsulun
yəni marketinqi necə inkişaf etdirəcəyimiz barədə indi burada iştirakçılarımızdan var. O iştirakçılar hər kəs 2 qrup, 3 qrup, 5 qrup olaraq yığılıb hər qrupda da 2 nəfər olmaqla burada danışacaq. Yəni ki, bir-birinə fikirlər verəcək. Məsəl üçün, akademini necə təlim kurslarını necə böyütmək lazımdır, aksesuar qrupunu, brendini necə böyütmək lazımdır. Hər kəs o barədə fikirlər danışacaq, fikirlər izah edəcək və həmin zaman o həmin fikir danışan insanda, məsləhət verən insanda artıq özü fikirləşməyə başlayacaq ki, bu seçimi düzmü etmişəm, səhv mi etmişəm? Əgər o biri sahəyə, o qarşısındakı məsləhət verdiyi insanın sahəsinə marağı varsa, maraq yaranırsa, artıq sahəsini dəyişib bu bir ay, bir neçə gün içində 5-ci günə qədər, yəni bölmə 5-ə qədər artıq bu fikirlərin götür qoy edə biləcək. Ondan sonra artıq 6-cı gün, 6-cı dərs günümüzdə tətbiq və real layihələr olacaq. Məsəl üçün, təlimin sonunda hər iştirakçı öz brend planını təqdim edəcək və mən fərdi geri bildirim verəcəm. Məsəl üçün, tapşırığımız nə olacaq? Təlim boyunca öyrəndiklərinizi istifadə edərək öz brendinizi təqdim edin və qrupdan qısa rəy alın. Məsəl üçün, siz özünüz bir SMM olaraq, SMM-in bir fərdi olaraq, bir qısa bir hissəsi olaraq kursunuzu, yəni brendinizi yaradacaqsınız, düzdür. Biraz əyri olacaq, biraz az olacaq, çox olacaq, qısa, uzun olaraq yaradacaqsınız və onu mən cavablamadan qarşı tərəfdəki insan, yəni qrupun üzvləri, qrupun iştirakçıları sizi sualların yazdığınız məzmununa uyğun cavab verəcək. Yəni ki, sizin yazdığınız məzmun, qurduğunuz plan brend yaratmağa uyğundurmu, uyğun deyilmi? Aha, ondan sonra nümunəmiz nə olacaq? Real həyatdan bir brendin ilkin planla necə uzun uğur qazandığını izah etmək. Məsəl üçün, bir məşhur bir səhifə götürəcəksiniz, öz ixtisasınıza, öz seçdiyiniz sahəyə uyğun. Bir səhifəni və yaxud da bir ya YouTube-u, ya Instagram, hər hansısa birini götürəcəksiniz nümunə olaraq. O səhifənin planını quracaqsınız. Məsələn, ayda nə qədər izləndi, hansı mövzuları daha yaxşı izləndi, nə zaman açıldı, nə vaxt aktivləşdi və nə vaxt artıq tanınmağa başladı, məşhurlaşmağa başladı. Siz onları artıq nümunə kimi qeyd edərək qrupdakı insanlara o məlumatı ötürdükdən sonra artıq o hər insanda qarşı tərəfdəkinə məlumatı ötürdükdə artıq fikir mübadiləsi yaranacaq və buradan da belə motivasiya sualı çıxacaq. Bu təlimdən sonra brendinizlə ilk konkret addımınız nə olacaq və niyə olacaq? Məsəl üçün, bu təlimdən sonra ilk konkret addım təlimi təşkil edəcəksiniz, bu marka yaratmaq təlimimi keçəcəksiniz, yoxsa hansı SMM barədə bir şirkətə, kursa müraciət eləyərək orada işləyəcəksinizmi SMM olaraq, yoxsa hansısa bir kursda SMM təlimimi keçəcəksiniz, yoxsa kiməsə sıfırdan brend marka yaratmaqla bağlı fərdi köməkliklər edəcəksiniz SMM kimi, amma fərdi. Yoxsa öz kursunuzu yaradaraq orada yalnız marka yaradanlara kömək edəcəksiniz və bir neçə əməkdaş alaraq maddi və mənəvi qarşılıqlı yardımlarımı edəcəksiniz. Ona artıq siz təlim bitdikdən sonra artıq 2 dərs, yəni burada bölüm 6-dır, yəni 6-cı dərsimiz. Artıq o 2 dərs 6-nı bitirdikdən sonra 7-8-ci dərslərdə artıq siz o məlumatları bölüşəcəksiniz. Ondan sonra bəzi ön sözlərimiz var, bəzi giriş hissələrimiz var. Bunu artıq orada danışdım, özüm haqqında danışdım. Məncə uzun danışmağa ehtiyac yoxdur. Mən tanıyanların çoxsu bilir. Bu da yenə mən özüm haqqında.
Niyə marka olmaq vacibdir? Bunu deməmişəm, bunu unutdum. Bugünün dünyasında hər kəs görünmək, seçilmək və fərqlənmək üçün mübarizə aparır. Onun ən gözəl fərqlənmə yollarından biri də istəyir fərd olsun, istəyir kiçik sahibkar, istəyirsə də böyük şirkət olsun, hamının ortaq ehtiyacı marka olmaqdır. Çünki seçilmək istəyən insan birinci markasını yaradır. Mən məsəl üçün böyük şirkət olmasam da kiçik özümə uyğun bir onlayn kursum var və burada təlimlər təşkil etdiyim üçün mən də artıq bir sahibkar olaraq adlanıram və mənim üçün də ən birinci marka yaratmaq lazımdır. Ehtiyacdır bu, daha doğrusu. Məsəl üçün, indi mən orada Ener Akademi yazmasaydım, marka yaratmaq təlimi yazmasaydım, bəziləriniz istinad səbəbi axtararaq kök nöqtə axtaracaqdınız ki, bu hansı kursumdur, hansı təlim mərkəzindir. Baxacaqdınız ki, ad yox, ünvan yox. Ondan sonra bir çoxunuz qoşulmaq istəməyəcəydiniz. Ona görə yəni güvən verməkdən ötürü marka yaratmaq lazımdır və burada markalı insanla markasız insanın fərqi var. Məsəl üçün, markasız insanlarda sadəcə bacarıq ilə tanınmır, amma tez unudulur. Bacarıqları ilə tanınırlar, amma tez unudulurlar. Çünki marka olmadıqları üçün istinad yerləri yoxdur və güvən yarada bilmirlər. Çünki istinad mənbəyi yoxdur axı. Amma markalı insanlarda bacarıqları ilə yanaşı, yəni ki 50-nin 50-yə həm bacarıqları olmalıdır, həm yadda qalan imicləri olmalıdır, həm danışıq üslubları olmalıdır və dəyərləri olmalıdır. Məsəl üçün, burada imic deyəndə həm özünüzün imici, həm də markanızın imici, yəni görkəmi, fasonu, vidi olmalıdır. Yəni, belə izah edeyim. Ondan sonra üslub, həm sizin danışıq üslubunuz olmalıdır, həm kursunuz hansı üslubdadır, hansı növdədir, onu seçməlisiniz. Kurs deyəndə mənim dilim öyrəşib deyə kurs deyirəm, sizin yaradacağınız o marketing sahəsi. Və dəyərləriniz olmalıdır. Yəni, sizin üçün nə vacibdir, nə önəmlidir. Bayaq da orada sadaladım. Bu dəyərlərdən bəziləri maddi də ola bilər, mənəvi də ola bilər, başqa dəyərlər də ola bilər. Yəni, burada dəyərlər deyəndə nələr nəzərdə tutursunuz, özünüz onları qeyd edəcəksiniz. Ondan sonra keçdiyi təlimin əsas mesajı nədir? Marka olmaq özünü doğru və davamlı şəkildə təqdim etməkdir. Birincidə bu 6 dərs boyunca, 8 dərs boyunca nələri keçəcək olar idi. Ondan sonra artıq təlim bitdikdən sonra siz nələr edəcəksiniz, təlimdən sonra nə olacaqsınız, onun artıq məlumatları. Məsəl üçün, marka olmaq özünü doğru və davamlı şəkildə təqdim etməkdir. Məsəl üçün, siz artıq marka olduqdan sonra, bir sosial şəbəkə açdıqdan sonra, bir oturuşmuş sistem açdıqdan sonra insanların hər bir saatdan, 2 saatdan bir, hər saat başı, hər gün qarşılarına çıxacaqsınız və insanların artıq gözləri öyrəşəcək sizə. Ondan sonra markanın fəlsəfəsi nə deməkdir? Marka bir logo və ya bir ad deyil, marka insanların sizin haqqınızda beynində formalaşdırdığı duyğu və təəssüratdır. Məsəl üçün, bu marka siz deməkdir. Yəni ki, siz necəsinizsə, sizə uyğun markanız formalaşacaq. Yəni, çalışın elə bir şey seçin ki, sizi izah eləyə bilən bir marka olsun və ən əsas da hekayə vacibdir. Yəni, sizin nə üçün yaradacağınız hekayə, sizin haqqınızda olan məlumat orada ən birinci sırada qeyd olunsun. Instagramda bioqrafi yeri var, bio yeri. Orada o hekayənizi qeyd edə bilərsiniz. Bir cümlə, 2 cümlə ilə. O haqqınızda məlumat nə üçün vacibdir? Çünki insanlar məhsullar deyil, markanı seçir. Məsəl üçün, eyni geyimləri satan bəzi yerlər daha çox seçirlər, daha çox üstünlük təşkil edir və bir çox ölkədə eyni markalar var, geyim markaları. Siz artıq onu təxmin elədiniz. Mən adını çəkmirəm burada. Amma siz təxmin elədiniz ki, hansını deyirəm. Hər bir ölkədə var. Məsəl üçün, xaricdə var, bizdə var, Amerikada var, Özbəkistanda var.
Yəni onun üçün artıq insanlar məhsul hər yerdə satılır. Yəni geyim də hər yerdədir, aksesuar hər yerdədir, qızıl da hər yerdədir. Sonra təlim tədris kurslarıdır. Bu dəqiqə axtarsaz dünya qədər təlim tədris kursları var. Yəqin ki, özünüz də bilirsiniz. Ondan sonra gözəllik haqqında məlumatlardır, idman haqqında məlumatlardır. Hər yerdə var. Yəni sizin onu necə formalaşdıracağınız, necə məhsulunuzu markaya çevirəcəyinizdir. Ondan sonra məsəl üçün bayaq izah etdiyimdən beri burada nümunə kimi qeyd etmişəm. Telefon alanda mənə Samsung ver deyilir, amma heç vaxt mənə Koreya istehsal telefon ver deyilmir. Çünki marka güvən yaradır. Məsəl üçün Samsung'un Koreyanın istehsalı olduğunu yəqin ki, burada heç kəs bilmirdi. Ya da bilənlər var, indi onu deyə bilmərəm, amma 90% insan Samsung'un Koreya istehsalı olduğunu bilmirdi. Çünki heç kəs ondan maraqlanmayıb. Və yaxud da iPhone'un hara aid olduğunu heç kəs bilmir. Tesla'nın hansı ölkəyə, hansı ölkənin nə olduğunu bilmir. Yaradıcısını indi hər kəs bilir. Çünki bütün vaxtı, yəni xəbərlərdə yaradıcısının adı deyilir. Çünki o yaradıcısı markanı adı sayəsində, adını markası sayəsində güvənə çevirib. Öz adı ilə bir yerdə o markanı yaradıb deyə artıq hər ikisi də güvəndən necə deyim, markalaşıblar. Ondan sonra artıq ikinci hissədə nə deyilir? Artıq biz təlimlərimizə başlamışıq buradan. Bu hissədən, giriş hissəsindən işarələyirəm sizin üçün. Bu hissədən artıq biz təlimə başlamışıq. Yəni ki, bu 4-cü günün dərsini artıq biz başlamışıq. Ondan sonra bilirəm qısa-qısadır deyə hər kəs elə bilir özətdir, amma təlimə başlamışıq artıq. Çox xahiş edirəm, buranı diqqətlə dinləyin. Ondan sonra şəxsi marka və biznes markası. Bunlar iki yerə ayrılır. Məsəl üçün, bu təlimdə öyrəndiniz ki, şəxsi marka və biznes markası. Şəxsi marka odur ki, mənim kimliyim, dəyərlərim, davranışım, danışıq tərzim və geyim üslubumdur. Yəni, o mənə aiddir, mənim kənardan görünüşümdür. Yəni ki, adım, soyadım, mənə vacib olan dəyərlər, davranışım, yəni etikam, sonra danışıq tərzim, yəni insanlarla necə danışdığım, rəsmi görüşlərdə və yaxud sıradan görüşlərdə, yaxın görüşlərdə necə danışdığım, bədən dili ilə necə hərəkət etdiyim, onların hamısı şəxsi markaya aiddir və geyim üslubu. Yəni, məsəl üçün, rəng seçiminizdir, uzun, qısadır, yupqadır, şalvardır, onların hamısı geyim üslubuna aiddir. Və hansı rənglə hansını kombin etməyinizdir, hansı paltarla hansı paltarı kombin etməyiniz artıq o geyim üslubunuzdur və ona uyğun sizin özünüz haqqında bir marka yaradırsınız özünüz üçün. Yəni şəxsi marka olur və bu marka da kənardan görünür. Yəni ki, məsəl üçün, asildimi, yoxsa sıradan adi əlinə nə keçib onları geyinibdimi, onu artıq sizin o geyim tərziniz və bədən diliniz bilindirəcək. Və gəldik biznes markasına. Biznes markası nədir? Mənim təqdim etdiyim məhsul və ya xidmətin keyfiyyəti, münasibəti, vizual görüntüsü. Yəni ki, siz bir marka yaradırsınız və o markanı yaratmamışdan əvvəl bir məhsul seçirsiniz. Məhsul, yəni istəyir təlim olsun, istəyir satış olsun, istəyir kitab məlumatları olsun, PDF olsun, yəni nə olur olsun bir məhsul seçirsiniz və dizaynersizsə, əgər bayaq demək yadımdan çıxdı, dizayner biznesi ilə məşğulsunuzsa, dizayn biznesi ilə orada nələri yaradacağınızı yazacaqsınız, sertifikatmı yaradırsınız, sərbəst işlərmi, slaydlarmı, yoxsa diplomlarmı, yoxsa PDF-lərmi sıralayırsınız, yoxsa moderatorluq mı eləyirsiniz? Yəni, onların hamısını bir-bir o hekayənizdə yazaraq, qeyd edərək,
onları insanlara çatdıracaqsınız. Çünki insanlar çox vaxtı bizdən yazıb soruşmurlar. Yəni orada qeyd etdiyimiz məlumatlara baxıb ondan sonra bir fikir formalaşdırırlar. Ondan sonra əgər şəxsi marka ilə biznes markası üst-üstə düşürsə, nəticə daha gözəl olur. Daha güclü və gözəl olur. İnsanlar həm mənə, həm də xidmətimə güvənir. Çünki bayaq dediyim kimi güvən üçün həm insani keyfiyyətlər, həm də ki markamla bağlı, biznes markamla bağlı güvənilir üçün normal bir xidmət üçün markamı, biznesimi inkişaf elətdirməliyəm. Marketingi güclü qurmalıyam ki, markam, biznesim də inkişaf eləsin və biznes inkişaf etdikcə markaya çevriləcək. Və bizim geyim tərzimizlə, danışığımız, bədən dilimizlə o artıq biznesimizi daha da gücləndirəcək. Ondan sonra markanın təməl sualları. Məsəl üçün markaya nə suallar yarada bilərik? Təlimdə vurğulanan ən vacib suallar. Mən kiməm və nəyi təmsil edirəm? Yəni siz bunu özünüzdə qeyd edəcəksiniz ki, məsəl üçün mən filan ki, mən özümdə nümunə götürüm. Məsəl üçün mən Nuray Rəhimli, psixoloqam, təlimçiyəm və mən burada özüm bildiyim sahələri təlimçi kimi, ixtisasım olan sahəni təlimçi kimi tədris edəcəm və bu kurs mənə aiddir, öz şəxsi yaradıcılığımdır və s. və s. məlumatları yazacam. Mənim yaşım budur, ixtisasım budur, keçdiyim, tədris etdiyim təlimlər bulardır və bundan sonra tədris edəcəyim təlimlər bulardır. Yeni siyahıya əlavə olunacaq təlimlər var və s. və s. orada qeyd edərək yaza bilərsiniz. Və özünüz haqqında nə qədər uzun məlumat olduqca, hekayəniz yox, özünüz haqqında. Mən kiməm və nəyi təmsil edirəm bu hissədə. Nə qədər çox məlumat, dolğun məlumat olarsa da uzun olsun deyə çox qarışıq yazılan yox, sadəcə həqiqi məlumatlar. Nə varsa burada CV kimi də belə deyim. CV kimi bura dolduraraq, yazaraq markanızı daha gücləndirə bilərsiniz. Ondan sonra sizin əsas güclü tərəfiniz nədir? Bunlar artıq hekayə hissəsində yazılacaq. Məsəl üçün güclü tərəfiniz nədir? Stresə dözümlüsünüzmü, iradəlisizmi, motivasiyanız varmı, yoxmu, varsa nə qədərdir? Bunları özünüz üçün bir dəftərdə yazdıqdan sonra onları cümlə halına salıb, hekayə şəklində yazaraq onu markanızın, brendinizin, yaratdığınız səhifənizin bio yerində yaza bilərsiniz. Yazmağınız vacibdir. Yəni yaza bilərsiniz, yox, yazmağınız vacibdir. Ondan sonra insanlar məni hansı cəhətimə görə tanımalıdır. Yəni cəhətimə görə deyəndə, yəni həm tədris etdiyim olmalıdır. Nəyi tədris edirəm və niyə görə tanımalıdır. Məsəl üçün müəllim olduğum üçünmü tanınmalıdır, yoxsa psixoloq olduğum üçünmü, yoxsa mən fərqli tədris metodu ilə məşğulam deyə, yoxsa slaytlar hazırlayıram deyə, sertifikatları düzəldirəm deyəm, yoxsa sırf sadəcə ödənişsiz təlimlər keçirəm deyəm, yoxsa ixtisas dərsləri ilə keçirəm deyəm, ixtisas dərsləri ilə məşğul oluram deyəm. Yoxsa bir tək heç bir şey, sadəcə markanın sahibiyəm və mənim orada əməkdaşlarım var deyəm. Və ondan sonra sizin güclü və zəif tərəfləriniz olacaq və o İnsanlar da sizin daha çox güclü tərəflərinizdən maraqlanıb o həmin markaya ona görə müraciət eləyəcəklər. Məsəl üçün iradəli olmaq, dözümlü olmaq, səbirli olmaq və o markanın necə yaranma hekayəsi var. O hekayə ilə o insanların marağı və hekayəsi üst-üstə düşəndə artıq sizlə maraqlanmağa, daha çox maraqlanmağa başlayacaqlar. Ondan sonra mən kimin həyatına necə dəyər qatmaq istəyirəm? Məsəl üçün, mən təlimlər təşkil edərək insanları faydalandırmaq, maarifləndirmək istəyirəm. Hər kəsin sahəsi fərqli olduğu üçün, hər kəs eyni sahə ilə məşğul olmadığı üçün mən digər insanların bilmədiyi sahələr haqqında onları məlumatlandırmaq istəyirəm.
Yəni siz də bu sualları, bu indiyə qədər oxuduğum sualları öz cavablarınızdan qeyd etməlisiniz bir yerə ki, təlim bitənə qədər hər gün o suallara baxmalısınız. Ondan sonra cavabları dəqiq bildikdə marka strategiyası daha möhkəm olur. Yəni ki, markanın təməli artıq bu suallarla yaranır. Bu suallara siz dəqiq konkret cavabınız varsa, deməli markanız da var. Yox, bu suallara tam cavab tapmamısınızsa, deməli hələ siz marka yaratmamısınız və yaxud da tərəddüddəsiz. Ondan sonra markanın elementləri. Elementləri nələrdir? Marka müxtəlif elementlərin birləşməsindən ibarətdir. Məsəl üçün, birinci ad və loqo seçilməlidir. Sadə, qısa və yadda qalan. Mən ona görə Ener Akademi seçmişəm. Çünki həm qısadır, həm sadədir, həm yadda qalandır. Çünki artıq mən təlimləri keçəndə, təlimçinin kim olduğunu soruşanda artıq mən deyirəm ki, Nuray Rəhimli Ener Akademinin yaradıcısı və rəhbəri. Onu dedikdə artıq insanların yadında qalır ki, artıq bu Ener Akademini gördükdə biləcəklər ki, o filan təlimdəki təlimçinin kursudur. Artıq oradan yadlarında qalıb və yadlarına düşəcək. Sadədir, yəni çox bəzəkli, çox qarışıq, uzun deyil və çox işarətlərdən ibarət deyil. Və qısadır. Qısa olmağı da yəni ki, məsəl üçün tək bir söz də olar. Məsəl üçün bəzilərində var Nur Akademi var, bəzilərində var Ay işığı var, indi Göy qoşağı var, Esmanur var bəzi yerlərdə. Senur var. İndi qısa bir-iki sözdən ibarət adlarda seçə bilərlər, loqolar. Bəli, əziz iştirakçılar, limitimizin bitməyinə 10 dəqiqə qalıb. 10 dəqiqə ərzində mən bu üçündə deyim. Ondan sonra artıq təlimimizi yekunlaşdıraq və gələn 4-cü gün artıq orada qeyd etdiyim bəzi sualları sizə yazı olaraq göndərəcəm. Zəhmət olmasa kim dəqiq konkret olaraq qeyd edəcəksə, yəni məsuliyyətli şəkildə yanaşacaqsa mənə şəxsidə yazar, mən onlara o sualları göndərərəm. Çünki belə qrupa göndərəndə qoşulmayanlar da o sualları necə deyim, baxıb yəni qarşılıqsız qoyacaqlar və onda mən tam olaraq bilməyəcəm ki, kim məsuliyyətli şəkildə yanaşıb. Xahiş edirəm, kim suallara cavab tapmaq istəyirsə, yəni həqiqətən məsuliyyətlə yanaşıb marka yaratmaq istəyir, bir şey əldə etmək, fayda əldə etmək istəyirsə, mənə şəxsdə yazsın və yaxud da burada aşağı yazsın, mən onlara artıq o sualları göndərim. Ondan sonra rənglər və dizaynlar necə olmalıdır? Rənglər insan psixologiyasına təsir edir. Məsəl üçün, mavi güvən, sarı optimizm, yaşıl balans, qırmızı enerji. Məsəl üçün, mən mavini seçmişəm. Mavidən düzdür, biraz tündür, göydür. Amma o mavi rəngi tutdura bilmədiyim üçün mavi kimi göy seçmişəm. Güvən əlamətidir. Yəni ki, insanlara güvən verir o mavi rəng. Yəni, o biri rənglərində izahları var idi, ayrı rənglərin. Sadəcə burada uzun olmasın deyə qeyd etmədim. Yenə də deyirəm, kim istəsə deyər, rənglərin izahlarını göndərərəm. Düzdür, mən psixologiya təlimində o rənglərin izahlarıdır, bədən dilidir, onları keçmişəm. İndi burada bədən dili kursuna qoşulan xanımlarımız var, burada iştirak edir. Onlar biləcəklər, yəni ki, davranış necə olur, dəyərlər nədir, şəxsi marka nədir, kimlik nədir, onları artıq mən bu təlimi keçdikcə yadlarına düşəcək, belə deyim. Ondan sonra səs tonu necə olmalıdır, insanlarla necə danışıram, yumuşaqmı, rəsmimi, enerjilimi. Bu hissədə artıq bədən dilində var, bədən dilində biz bunu keçmişik. Və nə yaradırsan, nə ilə məşğul olursan, ol, birinci bədən dilini bilməlisən, ondan sonra da psixologiyanı bilməlisən. Və ondan sonra da üçüncü hissədə də şəxsi inkişaf. Bu üçünü bildikdən sonra artıq istəyirsən kiçik marka yarat, istəyirsən böyük bir biznes yarat, istəyirsən böyük bir şirkət yarat.
Yəni ki, bu üç qaydanı bildikdən sonra bədən dili, psixologiya və şəxsi inkişaf. Bunları bildikdən sonra hansı sahə üzrə məşğul olursan ol, istəyirsən birinci qrupu bitir, istəyirsən ikini bitir, istəyirsən üçü bitir, istəyirsən dördü bitir. Yəni o üç təlim bütün kursda qruplara aiddir. Ondan sonra mesaj və şüar. Qısa və aydın. Məsəl üçün sadəlik gözəllikdir. Buna türkçədə sloqan deyirlər. Yəni o etmək istədiyiniz işin şüarı, yəni ki, plakatı kimi bir izah olmalıdır. Bunların hamısı gələn ikinci gün sizdən taslaq olaraq, yəni ki, üstündə işlənməmiş papka olaraq, yazı olaraq sizdən istəyəcəm ikinci gün. Yəni diqqətlə dinləyin buranı. Ad və loqo hazırlayacaqsınız. Özünüz uyğun, ağlınıza gələni işarəliyin, üstündə işləyərik gələn ikinci gün. Sonra rənglər və dizayn seçəcəksiniz. Sonra səs tonu necə danışacağınız oraya yazacaqsınız. Yumuşaq mı, rəsmi mi, yoxsa enerjili mi? Yəni təlim olacaqsa yumuşaq, rəsmi, yəni satış olacaqsa, satışla məşğul olacaqsa rəsmi və yaxud da yaşam qoçluğu, sonra coachingli filan edəcəksinizsə enerjili olmalıdır. Ondan sonra mesaj və şüar seçəcəksiniz. Qısa və aydın olmalıdır. Bu mütləqdir. Qısa və aydın. Qısa və aydın. Ondan sonra dəyərlər və missiya. Məsəl üçün, markanı dayanıqlı edən əsas sütun. Məsəl üçün, nə üçün bu markanı yaratmısan və sənin tutunduğun dəyərlər və missiyan nədir? Mənim dəyərlərim və missiyam insanlara təlim keçib bilmədiyi sahələrdə bilgiləndirmək, motivasiya vermək və bir dəqiqə bu. İnsanların bilmədiyi sahələrdə bilgiləndirib, maarifləndirib və onlara bilmədiyi sahələr barədə məlumat verib, həyatın hər bir sahəsi üzrə məlumatlandırmaq. Ondan sonra dərslər və dəyərlər və misyan dedik. Təlimdə öyrəndiklərinizi orada qeyd edəcəksiniz. Məsəl üçün, təlimdə bu elementlər bir-birini tamamlamalı və ardıcıl olmalıdır. Məsəl üçün, ilk öyrəndiyiniz budur. Yəni, bu 5 əlamət, bu 5 element bir-birini tamamlamalıdır. İndi keçək isə sual-cavablara. Məsəl üçün, sual-cavab deyəndə siz bu təlimdən nə öyrəndiniz və yaxud da yadınızda qalan, qalmayan nə əlavə eləmək istəyirsiniz, onlar barədə siz məlumat verin. Mən sizə onlar barədə, suallarınız barədə cavablar verim. Amma bizdə işıq keçdi yanında, axırını heç mən dinləyə bilmədim. Amma ümumiyyətlə dərsi başa düşdüm. Nə də başa düşməsəm, soruşacağım sizdən. Yəqin ki, atandan sonra video kaydı yenə də dinləyəcəm. Təminə xanım, sizin səsiniz biraz gec gəldi. Zəhmət olmasa başdan deyə bilərsiniz. İşıqlarımız keçdi, axırını dinləyə bilmədim. Keçdi bir də yanında, internet bağlantısı kəsildi. Bir də demişdisəm şəxsidən ya buradan yazın, mən istəyirəm, elə şifahi buradan fikrimi bildirdim. Belə. Siz səs gəlməyən vaxtı deyəsən, arada dediniz ki, video kaydı dediniz, o tam səsi eşitmədim deyə tam... Yəqin ki, atacaqsınız, bu video kaydı bir də dinləyəcəm. Bəli, video kaydını göndərəcəm. Orada işıq keçən yerləri bir də qulaq asaram dəqiqliyi ilə. Təminə xanım, oldu. Bir də ümumiyyətlə mən istəyirdim sizdən
sizdən və bütün qrup üzvlərindən də soruşum, iştirakçılardan. Sizin əvvəldən marka, yəni sosial media ilə bağlı, SMM ilə bağlı nəsə bir məlumatınız var idimi? Yəni ki, nəsə bir şeylər bilirdinizmi, yoxsa sırf indidən ilk olaraq marka barədə indi formalaşdırdı sizdə fikirlər? Xeyr, bilmirdim. Yəni ki, məsəl üçün öz ağlınıza gələn, məsəl üçün mən marka yaratsaydım, mən nə ilənsə məşğul olsaydım, biznesim olsaydı, bu loqonu yazardım. Mən bizneslə məşğul olmuşam, hətta Ariflame direktoru olmuşam. Amma belə deyim də, o direktor olsam da savadsız şəkildə paylaşımlarım Instagram səhifəmdə də vardı. Yəni Instagram haqqında, SMM haqqında, bunlar haqqında bilik və bilgim olmadan. Sadəcə olaraq özüm də elə bir ki, bunu paylaşım. Sonra siz bayaq saatlar dediniz. Yəni dediyiniz heç nəyi bilmədən, belə deyək də, Lora dildə desək, kör aynə paylaşımlar etmişəm. Amma indi yeni iş qursam, Anka adını düşünmüşəm, küllərindən doğan. Ay, nə gözəl, əla. Siz indi o planlamalarınızı... Siz bayaq dediniz ki, nəyə görə, niyə? Demək olar ki, bütün insanlara mən də xidmət eləyəndə, onların da mənim kimi küllərindən yenidən doğması üçün. Bəli, çox möhtəşəm bir addır. Yatma, çünki Anka quşunun çox gözəl bir hekayəsi var və o da mənim həyatımla bağlılığı var. Yəni həyatda insan olaraq da mən də çox vaxt demək olar ki, Anka quşu kimi çox yanıb, yoxa çıxıb, bir də yenidən küllərimdən doğmuş.